kərə bir ölkənin neçə səhiyyə sistemi olmalıdır? Ölkə vahid bir səhiyyə orqanından idarə olunmalıdır. Xəstəxananın birinə gedirsən, deyir ki, mən səhiyyəyə baxıram, o birisi deyir təbibə baxıram. Bu həkim onun sistemini bəyənmir, o həkim bunu bəyənmir. Ana və uşaq ölümünə Səhiyyə Nazirliyi nəzarət eləyir, amma təbibin xəstəxanasında yatan bir ağır ananın köməyinə səhiyyədə işləyən kifayət qədər peşəkar həkimin gəlib baxması lazım idi. Bunun üçün təbib rəhbərliyi səhiyyə rəhbərliyinə məktub yazmalıdır, icazə almalıdır. Bürokratik bir situasiya yaranır və bundan sonucda kim əziyyət çəkir? Vətəndaş. Dövlət isə pulunu xərcləyir. Amma suçlanır həkim. Bəli. Sizcə bu ədalətlidir? Yox, ədalətli deyil. Amma hər həkim suçlanmır. Sizin paylaşımlarınızdan sonra ümumi bir heyt yarandı bütün həkimlərə. Bu günə qədər sadəcə insanlar izah eləyə bilmirdilər onlar nə yaşayırlar. İnsanlar xəstəxanada həkim səhlənkarlığının qurbanı olurdusa, gedib taleyi ilə barışırdı. Çünki bilirdi ki, polisə də getsə, məhkəməyə də getsə, əgər bir maraqla həll olunacaqsa, sadə vətəndaşın marağı orada həll olunmayacaqdı. Burada digər maraqlar qüvvəyə minir və sonucda vətəndaş gücsüz qalırdı. Amma bu gün vətəndaş özünün də qorunduğunu hiss elədi. Mən demək istədiyim odur ki, günah nə həkimdədir, nə Qənirə xanımdadır. Günah məncə verilən məlumatı, informasiyanı emal edə bilməyən cəmiyyətdədir. Biz hələ də emosional mərhələdə qalmışıq ki, biz nifrət edəcəyiksə məsuliyyətsiz bir həkimə, biz bunu bütün həkimlərə şamil edirik. Yox, mən düşünmürəm insanlarımız həkimə nifrət edir. Amma Bəlkə də çoxunda var. siz elə görürsüz. Sizcə biz Mən elə emosional görmürəm. mərhələdə deyilik, hələ Mən elə informasiyanı emal edə bilmirik. Bəlkə içəridən siz bunu belə görürsüz, amma mən kənardan o nifrəti görmürəm.